Ağcabədi Bələdiyyəsi əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə rayonun Mirzə Rəhbər Sabir küçəsində yol təmir işlərini uğurla həyata keçirib. Belə ki, bələdiyyə tərəfindən 6095 kvadrat metr sahəni əhatə edən yol infrastrukturunun yenilənməsi layihəsi artıq tamamlanıb. Layihə çərçivəsində mövcud yolun səthi tamamilə yenilənib, çatlar və deformasiyaya uğramış hissələr aradan qaldırılıb. Yol səthi əvvəlcə hamarlanaraq, daha sonra yüksək keyfiyyətli çınqıldaşla örtülərək möhkəmləndirilib. Bu tədbirlər nəticəsində də həm piyadaların, həm də nəqliyyat vasitələrinin rahat hərəkəti təmin olunub. Yol infrastrukturunun yenilənməsi prosesi zamanı bələdiyyə əməkdaşları və texniki heyət müasir standartlara uyğun iş aparıb. Ərazidə təhlükəsizlik və nəqliyyatın hərəkəti diqqət mərkəzində saxlanılıb. Layihənin tamamlanması ilə Mirzə Rəhbər Sabir küçəsində yaşayan sakinlər üçün daha əlverişli və daha təhlükəsiz hərəkət şəraiti yaradılıb. Ağcabədi Bələdiyyəsi vətəndaş məmnuniyyətini vacib hesab edir və şəhərin infrastrukturunu müasirləşdirməsi istiqamətində davamlı tədbirlər həyata keçirir. Yolun yenilənməsi layihəsi də bu məqsədin uğurlu nümunəsi kimi diqqət çəkir. Beləliklə 6095 kvadrat metr sahədə aparılan yol təmir işləri həm estetik görünüşü, həm də funksionallığı ilə şəhər əhalisinin istifadəsinə tam hazır vəziyyətə gətirilib. Vətəndaşlar üçün xeyirli, uğurlu olsun. Gündüz Sevindik, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.